Birinci sualda deyir, gliserin ilə asetat turşusunun müxtəlif mol nisbətlərində reaksiyasından neçə müxtəlif mürəkkəb efir alınır. Gliserin bilirik ki, 3 atomlu spirtdir. 3 atomlu spirt. OH, OH, OH. Demək, bununla neçə sirkə turşusu ilə reaksiyasından və müxtəlif mol nisbəti deyir. Əvvəlcə biz 1-1-ə nisbətini təsəvvür edək. 1-1-ə nisbətində sirkə turşusu ilə reaksiyaya girsə, mən elə birbaşa yazıram. O, CO, CH3. Digər ikisi qalır. Biri bu. Sonra ikinci. Burada əvvəlcə 1-1-ə nisbətini yazırıq. 1-1-ə nisbətini yazırıq deyə, deməli ola bilər birinci və ya sonuncu da əvəz olunsun. Bir də ola bilər ki, birinci və sonuncu, onsuz da hansı tərəfdəki əvəz olunsa, oradan nömrələnmə başlayır da. Ona görə ya birinci, ya üçüncü yazsaq eynidir. Bir də ikinciyə əvəz edirik, olur belə. 1-lə 3-də hidroksil qrupları qaldı yerində. Deməli, 1-1-ə nisbətində gedərsə, 2 fərqli quruluş alınacaq. İndi keçirəm 1-in 2-yə nisbətində reaksiyaya daxil olarsa. Deyək ki, 1 mol gliserinlə 2 mol sirkə turşusu reaksiyaya girir. Bu zaman 2 sirkə turşusu yazacağım. Burada da 2 fərqli variant alınması mümkündür. 2 moldur deyə 3-cü OH qrupu yerində qaldı. Bir də ola bilər, deməli 1-3 vəziyyətdə əvəzləmə getsin. Ortadakı hidroksil qrupun yerində saxlayırıq, sonuncuda əvəzləmə aparırıq. Deməli, bir də oldu bu, daha başqa fərqli variant mümkün deyil. Nəhayət 1-in 3-ə nisbətində olarsa, və hər üçü əvəz olunacaq, ola triasetil gliserin. Gliserin və sirkə turşusunun qarışığından neçə fərqli mürəkkəb efir almaq olar yazdıq. İkisi burada, 3-cü, 4-cü və 5-ci. Ona görə doğru cavab olur 5. Sonra keçək növbəti suala. 500 qram argentium nitrat məhluluna maqnezium lövhə salınmışdır. Birinci sözü gedən reaksiyanı yazaq. Maqnezium üstəgəl argentium nitrat. Alınır maqnezium nitrat, üstəgəl argentium. Reaksiyanı əmsallaşdıraq. 2 və salam. Bərabərləşdi, bir də gümüş 2 yazırıq. Və reaksiyanı yazdıqdan sonra şərtə diqqətlə baxaq. 500 qram argentium nitrat məhluluna maqnezium lövhə daxil edildi. Müəyyən müddətdən sonra lövhənin kütləsi 9,6 qram artdı. Alınan məhlulda maqnezium nitratın mol sayı argentium nitratın mol sayından 4 dəfə az olmuşdur. O hissəyə qayıdacağıq. Əvvəlcə metalların kütlələri fərqinə baxaq. Baxırıq ki, 1 maqnezium 2 mol gümüş nitratın ayırmasına səbəb olur. Çünki maqnezium 2 valentlidir, gümüş isə 1 valentlidir. Demək, gümüşün nisbi atom kütləsi 108-dir. 2-yə vururuq və çıxırıq 24-dür. Kütlələr fərqini tapmaq üçün. Çünki lövhədən 1 mol maqnezium həll olub məhlula keçəndə maqnezium lövhənin səthinə 2 mol gümüş birləşmiş olacaq. Bu zaman lövhənin kütləsi 192 qram artar. Artımı tapdıq ki, bu qədər artım baş verəcək. İndi burada belə bir tənasüb qururuq ki, 192 qram artım 2 mol gümüşə görə baş verir, 2 mol gümüş. Bəs şərtdə deyir ki, 9,6 qram artım olub. 9,6 qram artım zamanı neçə mol gümüş reaksiyaya girər? X-i buradan hesablayıram, edəcək 0,1 mol. Deməli, bu reaksiyada maqnezium gümüş nitratla reaksiyaya girəndə 0,1 mol gümüş reaksiyaya daxil olub. Yəni, burada biz tapdıq 0,1 mol gümüş. Sonra şərtin yenə qayıdıram bu hissəsinə. Deyir ki, reaksiya gedib, yəni həll olan maqnezium həll olub, səthinə gümüş yapışıb və bu proseslərdən sonra deyir maqnezium nitratın mol sayı argentium nitratın mol sayından 4 dəfə az olub. İndi görək 0,1 mol gümüş ayrılanda neçə mol maqnezium nitrat alınır. Bu da buraya X qoyub 1 mol maqnezium nitrat reaksiya daxil olanda 2 mol gümüş ayrılır. Bu tənasübdən də X-ə 0,1, 1 mola da 2. X-i də mən buradan tapıram 0,5 mol. Və buradan belə məlum olur ki, gümüş nitrat bilmirik məhlulda nə qədər var. Amma maqnezium nitratın molunu tapdıq.
Və şərtdə bizə deyir ki, bu 4 dəfə fərq eləyibdir. Yəni, gümüş nitratın molu maqnezium nitratın molundan 4 dəfə çoxdur. Bunu böldük 4-ə, x böl 0,5 bərabərdir 4. X-i də buradan mən müəyyən edirəm ki, bu 0,2 mol olur. İndi mən nəyi müəyyən etdim? Mən müəyyən etdim reaksiyaya girən argentium nitratı və reaksiyadan artıq qalanı. Demək, 0,1 mol ayrılan metal idi. Gümüşün ayrılan mol miqdarı. Maqneziumun səthində toplanan gümüşün mol miqdarı. Və 0,2 mol isə, buradan tapdığım x isə deməli, məhlulda olan argentium nitratın molunu göstərir. Bax, təsəvvür edin ki, bunu tapdıq. Məhlulda olan argentium nitrat. Yəni, hələ reaksiyaya daxil olmayandır. Bu, daxil olan argentium nitratdır. Biz bunun 0,1 mol tapmışıq. Amma artıq qalanı da var. Hələ hamısı tam reaksiyaya girməyib. Artıq qalanı da tapdıq ki, bu 0,2 moldur. Və cəm olaraq, deməli, 0,3 mol argentium nitrat var məhlulda. Biz bunu müəyyən etdik. Və burada da bizdən ilkin məhlulun faizlə qatılığını istəyir deyə, mən 0,3 mol argentium nitratın kütləsini tapmaq istəyirəm. Argentium nitratın nisbi molekül kütləsi də 170-dir. Ona görə 0,3-ü 170-ə vururam. Bu deyəcək 51 qram. Demək, biz müəyyən etdik ki, ilkin məhlulda, argentium nitrat məhlulunda 51 qram argentium nitrat olub. Ona görə yazıram 51 bölünsün 500, vurulsun 100. Bu da edər 10,2%. Ekran 3-cü sualda həmişə sxemdə məlum olandan təbii ki, başlamalıyıq. Burada metan görsənir, bəllidir. Metan nə natrium hidroksidlə metan verir? Biz xatırlayırıq, bu reaksiyanın dəfələrlə haqqında danışmışıq. Deməli, natrium karbonat əlavə məhsuldur. CH3, COO natriuma, natrium hidroksidlə təsir edəndə alınırdı metan və natrium karbonat. Deməli, B maddəsi natrium asetatdır. Bəs nəyin natriumla reaksiyasından natrium asetat alınır? Təbii ki, sirkə turşusunun, COH. Bunları müəyyən etdik. Sonra metanı 500 və 650 dərəcə temperaturda qızdıranda etilen alınır, C2H4. C2H4-də də su ilə təsir edəndə alınır C2H5OH. Sxemi tamamladıq. Bizə deyir ki, A və D-nin qarşılıqlı təsirindən A maddəsi sirkə turşusudur, CH3COH. D maddəsi də etil spirtidir, C2H5OH və reaksiyasından alındı CH3COO, C2H5 üstəgəl su. Suala baxırıq. Deyir ki, A və D-nin qarşılıqlı təsirindən əmələ gələn üzvü maddənin, yəni etil asetatın molyar kütləsini hesablayın. Etil asetat da efirlərin ümumi formulu CnH2NO2-dir. Elə mən qısaca buradan C4H8O2 çıxardıram ki, buradan rahat hesablayım. 48 üstəgəl 8 üstəgəl 32, bu da edər 88. Deməli, etil asetatın nisbi molekül kütləsi 88 oldu. Doğru cavab Y variantı. Sonra şagirdə laboratoriyada 0,5 litr 0,2 mol qatılıqlı sulfat turşusu məhlulu hazırlamaq tələb olunur. Deməli, verilənləri yazıram. V bərabərdir 0,5 litrə və qatılıq C molyar bərabərdir 0,2 mol bölünsün litr. Bu sulfat turşusunun qatılığı. Elə buradan yeri gəlmişkən bilirik ki, nüyunu tapmalıyıq. Nüy bərabərdir ikisinin hasili. Bu da bizə verər 0,1 mol. Deməli, bizim var 0,1 mol sulfat turşusu. Daha doğrusu deyir ki, bu qatılıqda məhlul hazırlamaq lazımdır. Bunun üçün bizə 0,1 mol sulfat turşusu lazımdır. Və deyir ki, bunun üçün o sıxlığı 1,25, rho bərabərdir 1,25 qram bölünsün millilitr. Qatılığı isə omega bərabərdir 98% olan sulfat turşusu məhlulundan neçə millilitr götürməlidir. Deməli, biz bildik ki, 0,1 mol sulfat turşusu lazımdır. 0,1 mol sulfat turşusunun kütləsini tapmaq üçün vururam 98-ə, nisbi molekül kütləsinə. Bu da elədir 9,8. İndi 9,8 neçənin 98%-idir, onu tapaq. Çünki bizə deyir ki, götürəcəyimiz sulfat turşusu 98%-idir. Yazıram ki, bizə də 9,8 qram lazımdır. Ona görə yazıram ki, 9,8 98% təşkil edirsə, bəs bunun 100%-i nə qədər olar? 100%-i də tapdıq 10 qram. Demək, 0,5 litr 0,2 mol bölünsün litr qatılıqlı sulfat turşusu hazırlamaq üçün mən 10 qram 98% sulfat turşusu götürməliyəm ki,
Onun içərisində 9,8 qram sulfat turşusu olsun. Amma bizdən məhlulun həcmini istəyir. Deyir, neçə millilitr götürülməlidir. Bu da V bərabərdir. M bölünsün rho düsturundan tapacağıq. 10 bölünsün rho-nu da verib 1,25. Və buradan da tapırıq. Bu edər 8. Deməli, 8 millilitr 98%li sulfat turşusu ölçüb götürəriksə, onun içərisində 0,1 mol sulfat turşusu olacaq. 5-ci sual. 5-ci sual sadə suallardan biri idi. Deyilir ki, kalsiyuma uyğun ifadələri müəyyən edin. Su ilə adi şəraitdə reaksiyaya girir. Kalsiyum aktiv metaldır. Aktiv metallar su ilə adi şəraitdə reaksiya daxil olur. Yandıqda oksit əmələ gəlir təbii. Yandıqda o iki oksit verir. Karbonatları suda həll olur. Kalsiyum karbonat bilirik ki, çöküntüdür. Deməli, bu ifadə səhvdir. Qələvi metaldır, səhvdir. Çünki kalsiyum qələvi torpaq metaldır. Deməli, doğru cavab 1-2 var. Oldu A variantı. Deməli, kevlar çox yüngül materialdır. 1-4. Əslində bilməyənlər də sualın içindədir elə cavab. Cavabı çıxarda bilər. 1,4 diamin benzol. 1,4 diamin benzolu mən yazıram əvvəlcə. Birinci və dördüncüdə amin qrupu var. Amin qrupunda hidrogenlərini açıq yazıram. Hidrogen, hidrogen. Və deyir paraksilolun. Paraksilolun oksidləşmə məhsulu. Paraksilolun oksidləşmə məhsulu tereftal turşusudur. Tereftal turşusu. Deməli, mən bu yazıram tereftal turşusu. COOH, COOH. Deməli, burada bilirik ki, turşudan OH çıxacaq bir mol su. Deyək ki, bu hidrogəndə digəri ilə gedəcək. Bu OH da özündən sonra gələnlə gedəcək və yerdə qalanı yazırıq. Burada qaldı NH, benzol halqası. Burada da qaldı NH. Amma burada CO qrupu qalıb. Bunu da açıq yazıram bu şəkildə. Ha belə. Bu oldu bir kevlar. Deməli, kevlar nədən alındı? 1,4 amin, diamin benzol və tereftal turşusundan. Bizə deyir ki, DuPont şirkəti tərəfindən patentləşdirilmiş bir ticarət markasıdır. Zireh və o da davamlı qoruyucu geyim istehsalında istifadə olunur. Güllə keçirməz geyimlər deyirdik. Bu polimer üçün doğru ifadələri müəyyən edin. Elementar həlqəsində 10 ədəd ikili karbon atomu var. Baxın, bu karbonlar, bu benzoldakıların hamısı ikilidir. Çünki bu azot birləşən məsələyə dəxli yoxdur. Bilirik ki, o karbon-karbon birləşməsi olsaydı biz onu ikili götürməzdik. Amma bu azotdur deyə sayılmır. Burada 6 karbon ikilidir. 6 ikili var. Amma burada bu benzolun bu karboksil qrupu birləşən hissəsindəki karbonlar artıq üçlüdür. Bunlar üçlüdür. Çünki 3 karbona bağlıdır. Ona görə, bax burada qırmızı rənglə göstərim. Buradakı karbonlar ikilidir. Bir də buradakı 6'sı da ikilidir. Ona görə belə bəlli olur ki, həqiqətən də burada da 4 oldu. Cəm olaraq 10 karbon ikilidir. Yəni birinci ifadə doğrudur. İkinci deyir poliefirdir. Poliefir bilirik ki, turşu spirt arasında, məsələn, lapsan poliefirdir, asetil selüloza poliefirdir. Efir qruplarının bir-birinə efirləşmə reaksiyasında yaranır da belə deyir. Amma bu gördüyünüz kimi CONH, NH və CO rabitəsi isə amid rabitəsidir. Bunlar amid peptid rabitəsi hesabına yaranır. Ona görə də poliefir deyil, bu ifadə səhvdir. Elementar həlqəsində 4 oksigen atomu var. Elementer halqa deyəndə bu mötərizənin içərisində təkrarlanan hissə nəzərdə tutulur. Və burada da baxırıq ki, cəmi 2 dənə oksigen var. Biri buradakı oksigen, bir də bu. Başqa oksigen yoxdur elementer halqada. Ona görə doğru cavab deyil. 4 oksigen yazıb, amma biz dedik ki, 2 oksigen var. Və poliamiddir. Bəli, bu peptid rabitəsidir. Polipeptid də deyə bilərik, poliamid də deyə bilərik. Demək, bu ifadə də doğrudur. Demək, doğru cavab 1-4 A variantı olacaq. Glisin CH2, NH2, COH və ya mən sizə demişəm, glisin gördükdə, onu ümumiyyətlə amin turşu gördükdə elə nitro birləşmələrin ümumi formulu ilə rahatlıqla işləyə bilərsiniz. Yəni, qısa olsun deyə. Məsələn, mən bilirəm glisində 2 karbon var. Yazacağım C2H5NO2 və atom sayını 7 üstə gəlir 3, etdi 10 atom. İndi deyir ki, glisinin əmələ gətirdiyi tetrapeptidin molekulunda atom sayı. Bilirik ki, 4 glisin
Birləşəndə əmələ gətirəcək tetrapeptid, yəni 4 dənə qlisinin birləşməsi və 3 mol su ayrılacaq. En çıx 1 mol su ayrılır həmişə. Tetrapeptid isə 3 mol su ayrılır. 3 mol suyun da içərisində 9 atom var. Və 4 amin turşu birində 10 atom varsa, 4-ündə 40 olacaq, 40 atom olacaq. 40 atomunda 9-u suyun tərkibində çıxır. Demək, cəmi 31 atom olacaq. Doğru cavab 31 C variantı. Demək, glisin birində 10 atom var, 4-ündə 40 atomu var. Tetrapeptid əmələ gələndə 3 mol su ayrılır. 3 mol suyun tərkibində 9 atom var. O 9 atomu çıxanda da 40-dan qalır 31. Bu da sadə suallardan biri idi. Amonyakın yanma reaksiyasının məhsulları soruşulur. Amonyak yananda N2 və su alınır. Deməli, katalitik oksidləşmə bilirik ki, NO və su alınır, TK, NO və su. Amma yananda N2 və su alınır. Ona görə reaksiya məhsulları 1 və 5 olacaq. A variantı. Deməli, ribon turşusu nədir? Ribozanın oksidləşmə məhsulu. Riboza, açıq quruluşun yazım, CH2OH, CHOH, bir də COH. Və bu isə riboza pentozadır. 2 karbon burada, bura 3 yazıram. Yəni 3 dəfə təkrarlanır. Riboza oksidləşdikdə verir ribon turşusu. CH2OH, yəni aldoza olduğuna görə oksidləşəndə turşu alınacaq. Uyğun turşu COOH. Deməli, bu ribozada oksidləşəndə alınan olur ribon turşusu. Ribon turşusu. Mən o birlərini də yazım, sonra müzakirə edək. Riboza isə, indi öz formulunu yazmıram, artıq burada var. Ribozanın üzərinə hidrogen gəldikdə isə aldehid qrupu hidrogenlə reduksiya olunur, CHOH və burada sonuncu karbon da spirt qrupuna çevrilir, hidroksil qrupuna çevrilir. Riboza özü deməli 4 atomlu spirtdir, amma oksidləşmə məhsulu olacaq 5 atomlu spirt. Bunun da adı ribitdir. Ribit. Sorbit isə glukozanın hidrogenləşmə məhsuludur. Riboza hidrogenlə reduksiya olunanda özü 5 atomludur, alınır 6 atomlu spirt. Mən istəyirəm bu formulları açıq şəkildə yazım, çünki asimetrik karbonu görməyimiz lazımdır. Elə ona görə reaksiyanı yox, birbaşa həmin maddələri, verilən maddələri yazacağım. C, 5 karbon var. Ribozada yeri dəyişik olan yoxdur. Elə H və OH-lar eyni tərəflərdədir. Bu da tam açıq formulu. İndi ribiti yazıram. Ribitdə OH 5. HOH-lar da öz yerində qalır təbii. Heç bir dəyişikliyə uğramır bu hissələr. Və bir də sorbit. Sorbitdə də 6 karbon var. 3, 4, 5, 6. Burada hidrogenlə reduksiya olunub deyə artıq hidroksil qrupu, aldehid qrupu hidroksil qrupu ilə əvəzlənib. HOH. Glukozada 3-cüdə OH yeri dəyişikdir. 3-cü karbonda, ona görə dəyişik yazdım. Və sonda da burada bir H var. Deməli, verilən maddələrin formullarını yazdım. Burada asimetrik karbon 4 tərəfi də fərqli olan karbon deməkdir. Burada, məsələn, mən asimetrik karbonları dairəyə alacağım. Bu karbon asimetrikdir. Çünki gördüyünüz kimi 4 tərəf fərqlidir. Bu tərəfə də bütövlükdə bir radikal kimi baxırıq. 4 tərəf fərqli. Bu karbon asimetrikdir. Yenə də baxsanız, bu bir radikal, bu bir radikal, bu bir tərəf, bu da bütöv bir tərəf. Yəni, bu da fərqlidir. Sonra bu karbon 3 dənə olacaq burada. 3. İndi ribitdə nə məsələdir? Əslində ribitdə normalda birinci və sonuncu karbonlar asimetrik deyil. Ribozanın özündə də belədir. Cəmi 3 asimetrik karbonu var. Bu ortadakılar. Amma məsələ burasındadır ki, məsələn, orada da testə düşəndə dəyişmir yazırlar uşaqlar. Amma burada məsələ budur ki, hər iki tərəf eyniləşəndə bu ortadakı karbon asimetrikliyin itirir. Niyə itirir? Çünki baxın, bu tərəf eyni radikaldır. Fikir verin, tam eynidir. Ona görə də
ortadakı karbon riboza, ribitə çevriləndə ortadakı üçüncü karbon asimetrikliyi itirir, çünki iki tərəf eyniləşir. Deməli, bu karbonda asimetrik deyildi, 2 hidrogeni var, bu karbonda asimetrik deyildi. Bu da olmadı. Ona görə asimetrik karbon sayı oldu 2. Ribitdə 2 asimetrik karbon var. Və sorbit spirtində yenə kənarlar asimetrik deyil. Burada o vəziyyət yarana bilmir, çünki orta hissə yoxdur, olsa bu da olardı. Amma məsələn, 3-cü karbona baxın. 3-cü karbona baxsaq, bu tərəf bir radikaldır, bu tərəf bir radikaldır. Yəni, eyni deyil. 4-cünü də götürsək, yenə eyni. Ona görə elə sorbit spirtində birinci və sonuncu karbondan başqa yerdə qalan 4 karbon asimetrikdir. Ona görə bu da oldu 4. 6, 3, deməli 9 karbon asimetrikdir. Doğru cavab C variantı olacaq. H2 XO4-də 50 proton olduğunu deyir. Bu hidrogen və oksigenlərin protonları bəllidir. 2 üstəgəl X, oksigen də 4 ədəddirsə 8 dəfə 4-ün 32 bərabərdir 50. X də bərabərdir 50-dən 34-ü çıxırıq 16. Deməli, biz tapdıq ki, X-in 16 protonu var. Bizdən də burada olan ümumi proton sayını istəyir. Ona görə yazırıq 16 üstəgəl, oksigende 8-dir. 8 dəfə 3-ün 24, bu da edir 40. Doğru cavab Y variantı. 8 mol azot və 12 mol hidrogenden ibarət qarışıqda reaksiya baş verir. Reaksiyanı əvvəlcə yazıram. N2 üstəgəl 3H2 alınır NH3. Əmsallaşdırdıq. 8 mol azot, 12 mol hidrogen. Bilirik ki, bu başlanğıc sərf olunan tarazlıq kimi yanaşırıq. Burada 1 mol azot sərf olunanda 3 mol hidrogen reaksiyaya girir. Ona görə azotdan A mol sərf olunursa, hidrogenden 3 A mol sərf olunacaq. Burada qalacaq 8 çıxa, burada qalacaq 12 çıxılsın 3A. Və sərf olunan azot, 1 mol azotdan 2 mol amonyak alınırsa, A mol azotdan 2 dəfə çox, yəni 2 A mol amonyak alınır. Bu hissəni müəyyən etdik və bizə deyir ki, sonraki qarışıq 14 mol oldu. Deməli, bu hissənin cəmi 14 olmalıdır. 8 çıxa, üstə gəl 12 çıxılsın 3A, üstə gəl 2A. Yəni, sonda qabda qalan maddələrdir bunlar. Bunların mol cəmi eləyir 14. 14-ə bərabər eləyirəm. Buradan 2A bərabərdir 6 və A bərabərdir 3. A-nı 3 tapdıq. Bizdən nə istəyirdi? Məhsulun praktiki çıxımını hesablayın. Burada praktiki çıxımı hesablayanda diqqətli olmaq lazımdır. Məsələn, 8 mol azota görə geçsəniz səhv olar. Çünki biz bilirik ki, 1 mol azot 3 mol hidrogenlə gedir. Əgər 8 mol azot tam reaksiyaya girsəydi, 8 dəfə 3-ün 24 hidrogen lazım idi. Amma görürük ki, hidrogenin molu azdır. Deməli, tənasibi hidrogenə görə qurmalıyıq. Və tənasibdə belə yazırıq. 3 mol hidrogen 2 amonyak verir. 12 mol hidrogen neçə amonyak verər? X bərabərdir 24-də 3-ə böldük 8 mol. Deməli, əgər reaksiya tam çevrilməklə geçsəydi, 100% çıxımla geçsəydi, 8 mol amonyak alınmalıydı. Yazıram 8 100% çıxımdır. Axı bizdə də 2A qədər alınıb amonyak. Yəni, A-nı da 3 tapmışıq. 2 dəfə 3-ün 6 amonyak alınıb. Yazırıq 8 100% çıxımdırsa, 6 neçə faiz çıxım olar? Buradan da X bərabərdir. 600 böl 8 edər 75% çıxım. Bu da belə. Burada nəyə diqqət yetiririk? Deyir ki, şəkili verib, sxemi verib, deyir, hansı molekulun əmələ gəlməsi zamanı baş verən hibridləşmənin təsvir olunduğunu və uyğun rabitə bucağını müəyyən edin. Biz baxırıq ki, burada SP3 olduğu ilə özü qeyd edib, həm də 4 hibrid orbitaldan özümüz də anlayırıq ki, bu SP3 hibridləşmədir. Və burada bir şeyə diqqət yetiririk ki, nöqtələrə fikir verin. Burada ikisi rabitə yaradıb, görürsünüz, qoşalaşıb. Amma ikisində tək nöqtə verilib. Yəni, burada elektronlar rabitə yaranmasında iştirak etməyibdir. Və bu quruluşda bilirik suya aiddir. Həmişə deyirik ki, suda mərkəzi atom SP3 hibridləşmə vəziyyətindədir. Amma hər dəfə də çəkib göstərirəm. 4 hibrid orbitaldan ikisi rabitə yaranmasında iştirak edir. İkisi rabitə yaratmır. Bu da suya uyğundur və suda elə məhz rabitənin
hibrid orbitalların ikisinin rabitə yaratma səbəbindən bucaq 109 dərəcə yox, 104,5 dərəcə olur. Ona görə doğru cavab A variantı. 13-cü sualda deyir ki, şəkilə baxırıq ki, mis spiralı qızdırırlar əvvəlcə. Qızdıranda qaralır və deyir ki, qara təbəqə ilə örtülənə qədər közərtdilər və isti-isti spirt məhluluna daxil etdilər. Yəni, qızdıranda o qara təbəqə miski oksiddir. Miski oksid demişik, qara rəngdədir. Miski oksid də spirt məhluluna daxil edəndə o birli spirtdir. Birli spirt oksidləşəndə verir aldehid. COH. Üstə gəl mis, üstə gəl su. Alında aldehid. Və bizə deyir ki, alınan üzvü maddə molekulunda polyar kovalent rabitə sayın. Yəni, sirkə aldehidində neçə polyar kovalent rabitə var? Polyar kovalent bilirik ki, müxtəlif növ qeyri-metal atomlar arasında yaranır. Bu rabitəni götürmürük. Çünki bu qeyri-polyar rabitədir, karbon-karbon arasında yaranıbdır. Digərlərini sayırıq. 3 hidrogen, 3 polyar deməkdir. Oksigenlərin 2 rabitəsinin ikisini də götürürük. Pi-də, sigmada hər ikisi kovalent rabitədir, polyar kovalentdir. 3, 4, 5, 6. Doğru cavab 6, Y variantı. Deməli, alınan maddədə 6 polyar kovalent rabitə var. Bizdən oksidləşdirici maddəni müəyyən edin deyir. Azot müsbət 4-dür, olub müsbət 5. Azot elektron veribsə NO2 reduks edicidir. Oksigen 0-dır, olub mənfi 2. Oksigen isə elektron alıb, alan oksidləşdiricidir. Cavabın biri oksigen. İkinci reaksiyaya baxırıq. Mis müsbət 2-dir, olub 0. Müsbət 2-dən 0-a gəlibsə, verdiyi 2 elektronu alıb, deməli, alıbsa oksidləşdiricidir. Elektron alan oksidləşdiricidir. Azot isə burada mənfi 3-dən 0-a gedib. Mənfi 3 elektron almışdır. 0 olubsa aldığı 3 elektronu verib. Deməli, amoniak burada reduks edicidir. Bizdənsə oksidləşdiriciləri istəyir. Cavab oksigen və kupromo. Doğru cavab A variantı. 15. 15-də deyir, hansı halda məhlulun pH-ı artar? Xörək duzu məhlulunun elektrolizi zamanı. Xörək duzunun məhlulunun elektrolizi zamanı bilirik ki, katodda hidrogen, anodda xlor, məhlulda natrium hidroksid alınır. Deməli, natrium xlorid özü neytral xassəlidir. Su da təbii ki, neytral xassəlidir. Amma məhlulda qələvə alındı. Qələvə alındısa, pH 7-dən yuxarı olacaq. Neytral nöqtə 7-dir. OH çoxdursa 7-dən böyük olacaq. Deməli, birinci prosesdə pH-ın qiyməti artar. İkinci deyir, miski nitrat məhlulunun elektroliz zamanı. Miski nitrat məhlulunun elektrolizini yazırıq. Burada da katodda mis, anodda oksigen, məhlulda isə HNO3 alınır. Və məhlulda turşu alındı. Turşu alınırsa, demək burada pH 7-dən kiçik olacaq. Xlorid turşusu məhluluna tədricən kalium OH əlavə edək. Xlorid turşusu özü H-xlor turşudur. Təbii ki, pH 7-dən kiçikdir. Kalium OH əlavə etdikcə turşunun neytrallaşması gedəcək. Neytral xassəli kalium xlorid və su alınacaq. Ona görə pH tədricən artacaq. Doğru cavab 1-3. Hansı maddənin suda məhlulunda mühit əsası olur? Metilamin üzvə əsasdır və suda həll olur. Üzvə əsaslar da aminlər. Ona görə elə əsasi mühit metilamindir. Etanol, bilirik ki, bir atomlu spirtlər indikatorun rəngini dəyişmir. Tərkibində hidroksil qrup olsa da əsasi xassə göstərmirlər. Yəni əsasi mühit deyil. Fenolun digər adı karbol turşusudur. Karbol turşusu zəif turşu xassəli olduğuna görə bu adı verilibdir. Demək, turşu xassə deyilə bilər, amma əsasi mühit deyil. Glisin amin turşudur. Alfa amin turşudur. Amin turşular amfoter xassəli maddələrdir. Tərkibində həm amin, həm turşu qrupu var. Bir-birini neytrallaşdırır və neytral xassəli maddədir. Etanol da aldehiddir. O da neytral xassəlidir. Yəni, əsas xassəlidir metilamin. İkivalentli metalın nitrat duzunun kristal hidratında. İkivalentli metalın nitrat duzunun kristal hidratı necə yazılar? Birinci onu bir gözümüzün qarşısında canlandırırıq. Kristal hidratdan nə qədər su olduğunu bilmirik deyə yazıram XNO3 2 dəfə vurulsun amol su. Deyir ki, burada oksigenin kütlə payı azotun kütlə payından 8 dəfə çoxdur. Deməli, bu birləşmədə azotun kütlə payını tapmağa çalışaq. Omega azot bərabərdir. Azotun kütləsi görürsünüz 2 vur 28. 28-dir. Məxrəcdə də bütün kristal hidratın nisbi molekul kütləsini yazmalıyam. X üstə gəl. Nitrat turşusu HNO3-dür, 63-dür. İndi burada da H çıxıb NO3-dür. Deməli, bu isə 62-dir. 62-ni də 2-yə vururam, eləyir 124. Üstə gəl. Suyun nisbi molekul kütləsi də 18-dir. Aya da vuranda 18-a.
Deməli, bu oldu azotun kütlə payı. İndi oksigenin kütlə payını tapıram. Omega oksigen bərabərdir. Oksigenin burada 48-dir mötərizənin içərisində. 2-yə də vuranda oldu 96. Üstə gəl, suyun da içərisində oksigenin kütləsi 16A qədərdir. Üstə gəl 16A. Məxrəcdə də kütlə yenə eyni olacaq. Yəni, x üstə gəl 124, üstə gəl 18A. Demək, biz verilən kristal hidrat üçün həm azotun kütlə payının, həm də oksigenin kütlə payının necə olduğunu yazdıq. İndi bizə nə deyilir? Deyilir ki, azotun kütlə payı, oksigenin kütlə payı azotun kütlə payından 8 dəfə çoxdur. Demək, azotun kütlə payını bir də yazıram buraya. X üstə gəl 124, üstə gəl 18A. Oksigenin kütlə payını da buraya yazıram. 96 üstə gəl 16A. Bölünsün x üstə gəl 124, üstə gəl 18A. İndi bizə deyir ki, bu hissədən 8 dəfə çoxdur. Mən də arada bərabərlik yaransın deyə bu ifadəni 8-ə vururam ki, ifadələr bərabərləşsin. Sağ tərəf 8 dəfə böyüdür. Mən də solu da 8-ə vururam ki, ifadələr bərabərləşsin. Burada məxrəclər eynidir. Məxrəclər eyni olduğuna görə birinci 8-i vururam surətə 28-ə. Deməli 224 edir. 224 məxrəclər bərabərdir deyə heç məxrəcləri də nəzərə almayacağım. Bərabərdir 96 üstə gəl 16A-ya. Və buradan 16A bərabərdir 224-dən də 96-nı çıxanda qalacaq 128. Buradan da A bərabərdir 8. A-nı mən 8 tapdım. A nədir? Gəlib burada baxıram. A suyun əmsalı deməli 8 olub, 8 mol su. Bizdən nə istənilir? 1 mol kristal hidratdan neçə mol atom var? İndi kristal hidratımızın formulu necə oldu? Buradan yuxarıdan yazıram. XNO3 2 dəfə vurulsun 8 mol su. İndi bu kristal hidratda neçə atom var onu hesablayırıq. Mötərizənin içərisində 4 atom var. 4 dəfə 2 8, 1 də X 9. Üstə gəl, suda 3 atom var, 8-ə də vuranda 24. 24 üstə gəl 9, bu da edər 33. Deməli, kristal hidratın 1 molunda 33 atomu var. Verilibdir bu sualda kapron lifi, naylon və triasetil selluloza bir görsənmir deyəsən. Lafsan. Lafsan bayaq yazdıq. Lafsan deməli etilin qlikolla tereftal turşusundan alınır. Yəni turşu spirt reaksiyasından alınırsa bu poliefir lifidir. Poliefir. Kapron poliamid lifidir. Çünki bayaq dediyim kimi amin və turşudan yaranıbdır. Epsilon amin kapron turşusundan yaranıb. CO-NH reaksiyası var. Yəni buna da deyilir poliamid. Bu poliamiddir. Naylon da eyni ilə kapron kimi poliamid lifidir. Onlar ümumiyyətlə homoloqlardır. Bir-birindən 1 CH2 qədər fərqlənirlər. 1 CH2 qədər fərqlənirlər. Yəni hər ikisi poliamid lifidir. Triasetil selluloza isə C6H7O2 bu sellulozanı deməli diasetil, monoasetil və triasetil sellulozalar var. Bu triasetil sellulozadır. Yəni sellulozada çox atomlu spirtdir bilirik. Ona görə sirkə turşusu ilə əmələ gətirdiyi molekulu birləşmə də poliefir lifi sayılır. Uzun sözün qısası, lafsanla triasetil selluloza hər ikisi spirt və turşu reaksiyasından alındığı üçün poliefir lifi hesab edilir. Yəni efir qrupları hesabına yaranıb bu birləşmələr. Naylon və kapron isə poliamiddir. Sonra burada 2 metil butan və izoprenindən ibarət 50 qram qarışıq artıq miqdarda hidrogenlə təsir etdikdə reaksiya baş verir və üzüm maddənin kütləsi başlanğıc kütləyə nəzərən 2% artır. Başlanğıc kütləmiz nə qədər idi? 50 qram. 50 qram 100% təşkil edirsə, 100%. Bəs bunun 2% nə qədərdir? Bu edədir 1 qram. Deməli 1 qram hidrogen reaksiyaya girib. İzopren mən qısa reaksiya yazacağım. İzopren alkadiyendir də, C5H8-dir. C5H8 üstə gəl 2 mol hidrogen birləşdirir. Alkadiyen olduğuna görə çevrilir C5H12-yə. İndi burada 1 qram hidrogen neçə qram izoprenlə reaksiyaya girər? İzoprenin nisbi molekul kütləsində hesablayaq. 5 vur 12, 60, 68. 68 qram isə 4 qram hidrogen birləşdirir.
Yəni 1/4 qədər. 68-in də 1/4 eləyir 17 qram. Biz tapdıq ki, bu 50 qram qarışığın 17 qramı izoprendir. Deməli, yerdə qalan 2 metil butandır. 50-dən çıxıram 17-ni. 50-dən 17-ni çıxdıq, qaldı 33. 33. İndi bizdən də elə hansının kütlə payını istəyir? 2 metil butanın kütlə payını istəyir. Yəni C5H12-nin. Bu da bərabərdir. 33 bölünsün 50, vurulsun 100, edər 66%. Bir mol metan CH4 və 2 mol azotdan ibarət qarışığın orta molyar kütləsini hesablayın, deyir. Emortanın düsturuna əsasən kütlələri cəmini molları cəminə bölürük. 1/2. Bu da bərabərdir. 16/2 vur 28 də 56 edər. 56 bölünsün 3. Surəti topladıq. 56, 16, 72 bölünsün 3. Bu da bərabərdir 24. Yəni orta molyar kütlə 24 D variantındadır. Sonra etil spirti 425 dərəcədə divinilin alınması reaksiyasıdır. Bu Lebedev reaksiyasıdır, bilirik. CH2 qat rabitə CH2. Deməli, divinil brom 2 ilə T böyük 40 təsir etdikdə bilirik ki, 0-dan kiçik olanda 1-2 vəziyyətə birləşir, amma 40-dan böyükdürsə 1-4 vəziyyətə bromlar birləşir, alınır bu birləşmə. Y maddəsi budur. Y-də hidrogenləşəndə 2 qat rabitə sınacaq. Elə birbaşa davamını yazıram. Olacaq CH2 brom, CH2, CH2, CH2 brom. Alındı Z maddəsi və Z maddəsinə də sinklə təsir edəndə sikloalkan alınacaq. Alınacaq siklobutan üstə gəl sink klor 2. İndi heç davamına getməyə gərək yoxdur əslində. Burada deyir Y molekulu. Y molekulu bu birləşmədir. Burada deyir neçə sp2s rabitəsinin sayını müəyyən edir. Yəni sp2 və s orbitalının örtülməsində neçə rabitə var? Burada sp2 karbonlar bunlardır. sp2s, sp2 karbonlara birləşən hidrogenlər deməkdir. Bu da 2 ədəddir. Ona görə doğru cavab olur Y variantı. M-mol alüminium karbid, M-mol alüminium karbid və N-mol kalsiyum karbid verib. Deyir ki, bunlardan ibarət qarışığı artıq miqdarda su ilə təsir etdikdə alınan qarışığın orta molyar kütləsi 17 olur. Deməli, alüminium karbiddən bilirik ki, metan alınır. Kalsiyum karbidin su ilə reaksiyasından asetilin alınır. Metan və asetilen qazları qarışığı alınır. Metanın kütləsi 16, asetilenin kütləsi 26. Və bizə deyir ki, orta molyar kütlə 17-dir. Böyükdən kiçiyi çıxırıq. Bura 1 düşür. 26-dan da 17 çıxanda 9 qalır. Və biz buradan müəyyən etdik ki, deməli qarışıqda 9 mol metan nisbət, əslində bu nisbətdir. 9-un 1-ə nisbətində metan və asetilen qazı var. İndi gəlin bura baxaq, bu hissəyə baxın. 9 mol metan alınıbsa, deməli M neçə imiş? M 3 imiş ki, 3 dəfə 3-ün 9 mol metan verib. İndi 1 mol asetilen alınıbsa, elə 1 mol kalsiyum karbiddən 1 mol asetilen alınır. Ona görə N də bərabərdir 1 imiş. Beləliklə biz alüminium karbidin və kalsiyum karbidin nisbətini müəyyən etdik. Bizə də deyir ki, M böl N-i tapın. M-i 3 tapdıq, N-i 1 tapdıq. Demək doğru cavabımız 3 olacaq. Bu reaksiyalar hər zaman aktualdır, hər zaman düşür. Deyir ki, reaksiyanın baş verməsi üçün müəyyən şərait yaradılarsa, verilmiş ifadələrdən doğru olanını seçin. Bilirik ki, bu reaksiyalar 2 cür gedir. Demək, burada yazım kalium xlor, üstə gəl. Burada bir şeyə diqqət yetirək ki, T maddəsindən oksigen alınıb. Deməli, T kalium xloratdır, Bertolli duzudur. Kalium xlorat parçalandıqda kalium xlorid və oksigen alınır. Kalium xlorid də bu X maddəsidir. Yəni, belə çıxır ki, ikinci temperaturda gedəndir, birinci soyuqda gedəndir. Yəni, burada kalium xlor, üstə gəl su. Burada isə kalium xlorid, kalium xlorat və su
alınıb. Yəni burada T maddəsi verdiyindən, T kalium xlorat olduğundan biz müəyyən etdik ki, bu qızdırdıqda baş verən reaksiyadır. İndi ifadələri yoxlayırıq. Birinci reaksiya soyuqda baş verir. Bəli, dedik ki, bu soyuqda baş verəndir. Birinci ifadə doğrudur. İkinci reaksiya molekullar arası oksidləşmə reduksiya reaksiyasıdır. İkinci xlorun oksidləşmə dərəcəsi bir dəfə sıfırdan -1-ə gəlib, bir dəfə sıfırdan -5-ə gəlib. Yəni, eyni element həm oksidləşdiricidir, həm reduksiya edici. Həm maddə olaraq eynidir, həm element olaraq. Başqa sözlə desək, bir elementin oksidləşmə dərəcəsi həm azalıb, həm artıb. Yəni, bu disproporsiyadır. Disproporsiya. Kommutasiya müxtəlifdən eyniyə gedir, disproporsiya isə eynidən müxtəlifə. Buna görə ikinci ifadə yanlışdır. Yəni, bu molekullar arası oksidləşmə reduksiya deyil. Sonra deyir ki, T-nin emerindən Y-in emerin çıxdıqda 48 alınır. Baxaq, T nə idi? T kalium xloratı idi, kalium xlor O3. Y nədir? Y buradakı maddədir, yəni kalium xlor O, kalium hipoxloritdir. Burada da elə eyni elementləri ixtisar aparsaq, 3 oksigen, 1 oksigen, 2 oksigen qədər fərq var. 2 oksigen fərqi də 32-dir. Deməli, üçüncü ifadə yanlışdır. Üçüncü reaksiya molekul daxili oksidləşmə reduksiya reaksiyasıdır. Üçüncü reaksiya. Üçüncü reaksiya budur. Bəli, bu molekul daxili olacaq. Buradan geniş yerdə yazım. Kalium xlor O3, kalium xlor və oksigen verir. Burada xlor müsbət 5 oksidləşmə dərəcəsindən -1-ə, oksigen isə -2-dən 0-a gəlibdir. Yəni, bir maddənin içərisində oksidləşdirici və reduksiya edici yerləşir. Hər biri də müxtəlif element atomlarıdır. Beləliklə, molekulası doğrudur. Beşinci ifadə, birinci reaksiyadan alınan məhsuldan ağardıcı kimi istifadə olunur. Bəli, birinci reaksiya soyuqda gedəndir. Soyuqda gedən reaksiyadan alınan məhsullar javel suyu adlanır. Javel suyu da ağardıcı və dezinfeksiya edici xüsusiyyətə malikdir. Deməli, doğru cavab 1, 4, 5 A variantı. Molekulda eyni sayda karbon atomu olan alkan və alkandan ibarət qarışıqdakı maddələrin mol miqdarı, mol sayı eynidir. Qarışığın yanmasından. Deməli, bir dənə alkan var. CnH2 üstə gəlir ki, bir alken var. Deyilir ki, mol sayı eynidir. Bu qarışığın yanmasından 1,2 mol karbon qazı alınıb. Həmin miqdar qarışıq 400 qram 8%li bronlu suyu rəngsizləşdirərsə, ilkin qarışığın kütləsini hesablayın. Əvvəlcə 400-ün 8%-ni tapaq. 400 100% təşkil edirsə 8% nə qədərdir? Bu edər 32 qram. 32 qram. Elə mola çevirim ki, molla daha rahat işləyək. 32-ni 160-a bölürəm, edir 0,2 mol. Deməli, 0,2 mol brom var burada. 1 mol alken, 1 mol bromla reaksiyaya girir. Yəni, yazıram 1 mol alken, 1 mol bromla. İndi biz də alkeni 0,2 mol tapmışıqsa, deməli bizim alken 0,2 mol. Alkenin molu müəyyən etdiyi şərtdə də deyir, alkan və alken eyni saydadır. Eyni saydadırsa, elə alkan da 0,2 mol imiş. Və ikisindən cəmi 12 mol karbon qazı alınıbdır. Bunun içərisində 0,2 N karbon var. Üstə gəl, həmçinin alkenin də içərisində 0,2 N qədər karbon varsa, elə yanında da o qədər karbon qaz alınacaq. Bunu 1,2-yə bərabər edirəm. 0,4 N bərabərdir 1,2. N bərabərdir 3. Yəni, birinci alkan C3H8, digəri isə alken imiş C3H6. Suala baxırıq. İlkin qarışığın kütləsini hesablayın. Biz də bunları da 0,2 mol olduğunu tapmışdıq. Kütlələri cəmin tapırıqsa, elə buradan yazım. 0,2 vurulsun, propanın emeri 44-dür. Üstə gəl, 0,2, bu da 42-dir. 0,2 vurulsun, 42 bərabərdir. Bu 8 onda 8 edər. Bu da 42-nin 2 qatı, 8 onda 4. Bu da bərabərdir 17,2. Doğru cavab olacaq D variantı. Demək, hər birinin ayrı-ayrılıqda əvvəlcə molunu müəyyən etdik. Alınan karbon qazının cəminə görə eni müəyyən etdik. Eni də tapdıqdan sonra qiymətləri yerinə yazıb kütlələri cəmini müəyyən etdik. 20 mol oksigen ozonatordan keçirdikdə 45% ozona çevrilir. 20-nin 45% çevrilir. Ona görə yazıram 20 mol 100%dirsə 45% nə qədərdir? Bu eləyir 9 mol. Deməli, 20-nin 45%-i 9 mol eləyir. Yəni, reaksiyanı yazım. 3 mol O2, 2 mol O3-ə çevrilir. 9 mol oksigen alınan ozonun miqdarını hesablayın. X. 3 mol oksigen isə 2 mol ozon verir. Bu da bərabərdir 6.
Deməli, 6 mol ozon alınır. Bu elə də çətin deyildi. Sonra digər sualımız. Alkin su ilə reaksiyaya girəndə bilmirik nə veribdir. Aldehid də verə bilər, keton da verə bilər. O da hidrogenlə reduksiya olunduqda spirt verəcək. Amma burada bir şərt verib. Minimum sayda karbon atomuna malik Y atomunda bir asimetrik karbon var. Deməli, alınan Y-in içərisində bir asimetrik karbon varsa, bu asetilin ola bilməz. Deməli, bu keton alınıb burada. Gümüş bir oksidin amonyakda suda məhlulu ilə reaksiyaya daxil olursa, biz bilirik ki, alkinlərin 3 qat rabitəsi kənar karbonda olarsa, birinci karbonda olarsa, onlar gümüş bir oksidlə, mis bir xloridlə və natriumla reaksiyaya daxil ola bilirlər. Bu reaksiyadan istifadə edərək onun 3 qat rabitəsinin kənarda və ya ortada olmasını müəyyən etmək olur. İndi burada deyir ki, daxil olur amonyakın suda məhluluyla. Buradan belə bəlli olur ki, bu 3 qat rabitəsi kənardadır. İndi burada keton alındı. Keton da hidrogenlə reduksiya olunanda bir ikili spirt yazım və görək ən kiçik karbon sayı olsun və asimetrik olsun. Məsələn, bu OH-dırsa, bu tərəf metildirsə, mən bu tərəfi məcburən etil yazmalıyam. Bu tərəfdə hidrogendir. Fikir verin, minimum karbon sayına görə asimetrik karbonu müəyyən edəndə bir tərəf mütləq hidrogen yazın, bir tərəf metildirsə, o tərəf metil yazsam asimetrik olmaz. Məcburən etil yazıram. Beləliklə, bu karbon oldu asimetrik. Bir tərəfi metildir, bir tərəfi etil radikalıdır, bir tərəfi OH-dır. Bir tərəfi OH-dır və bu karbon asimetrikdir. İndi bu alınıbsa və hansı alken imiş bu? Deməli, bu butin imiş və gümüş bir oksidin amonyaklı suda məhlulu ilə reaksiyaya girirsə, 3 qatı da kənar karbonda imiş. Deməli, söhbət butin birdən gedir. Bu su ilə reaksiyaya girəndə əvvəlcə keton verib, CH3, C keton qrupu bu hissədə yaranır, keton. Keton da hidrogenlə reduksiya olunduqda verib butanol 2. Yəni keton qrupu hidroksil qrupu ilə əvəzlənib. Gedişat belə olub. Yəni bu bundan alınıb, bu da bundan. Deməli, doğru cavabımız butin 1. Sonra demək, burada deyir ki, bilirik ki, natrium hidroksid ortofosfat turşusu ilə 3 cür doz əmələ gətirir. Natrium hidro, natrium dihidro, bir də natrium ortofosfat. Deyir ki, X natrium OH-la, Y isə H3PO4 ilə reaksiyaya daxil olmur. Natrium OH-la reaksiyaya daxil olmursa X, deməli bu natrium 3PO4 olub. Natriumun maksimum olanı götürürük. Y-də H3PO4 ilə reaksiya daxil olmursa, belə çıxır ki, Y-də turşuluğu maksimum olan olub. Çünki maksimum turşuluqda olan doz natrium dihidroortofosfat, ortofosfat turşusu ilə qarşılıqlı təsirdə olmur. Və Z aralıq məhsulu arada olan duz imiş, yəni natrium 2 HPO4. Bu həm natrium hidroksidlə reaksiya girir, həm də H3PO4-lə. Amma natrium maksimum sayda olan natrium OH-la getmir. Dihidrodan yuxarı trihidroortofosfat yoxdur ki, deməli bu ortofosfatla getmir. Bu isə hər ikisi ilə gedir. Buna əsasən X, Y, Z duzlarını müəyyən etdik. Bizə deyir, Z duzunun 0,25 molunun əmələ gəlməsinə sərf olunan natrium OH-ın kütləsini hesablayın. Deməli, natrium OH üstəgəl H3PO4, Z duzu alınanı, yəni natrium 2 HPO4 alınıbdır. Bunu yazırıq, üstəgəl su. 2 natrium olduğuna görə natrium OH-a 2 düşəcək və suya 2. Bizə də deyir ki, 0,25 molunun əmələ gəlməsinə sərf olunan natrium OH-ı. 2 vur 40, 80 edir. 80 qram natrium OH-da 1 mol duz verər. 0,25 də onun 4də biridir. 80-in 4də biri də 20 edər. Doğru cavab B variantı. Bu məsələlərin hamısına zamanında toxunmuşuq. Sonra benzol üstəgəl nitrat turşusu verir nitrobenzol. Bir nöqtədə əvəz olunma gedir. Üstəgəl su. C7H8 isə tololdur. Buna ən yaxşısı aşağıdan yazıb. Tolol nitrat turşusu ilə reaksiyaya girdikdə 2-4-6 vəziyyətlərdə əvəz olunma gedir. Həmin nöqtələrdə CH rabitələri zəiflədiyi üçün
2, 4, 6 vəziyyətlərə NO2 qrupları birləşir, 3 mol su ayrılır. İndi bizdən nə soruşulur? Deyir ki, reaksiyadan alınan üzüm maddə molekulları üçün nə eynidir? Eynini axtaracaq. CC rabitələrinin sayı. Burada CC rabitəsi 6 ədəddir, amma burada 7 ədəddir. Yəni benzol halqasından başqa bir də metillə birləşmə var. Ona görə bu eyni deyil. Karbon atomlarının sp2 hibrid orbitallarının sayı. Bilirik ki, ancaq benzol halqası sp2'dir. Burada da ancaq benzol halqası olan hissə sp2'dir. Yəni, hər ikisində 6 karbon sp2'dir. Hibrid orbital sayı isə 6 dəfə üçün 18. Hər ikisində 18 sp2 hibrid orbital var. Deməli, ikinci ifadə hər ikisi üçün uyğundur. Hidrogen atomlarının sayı. Hidrogen atomlarının sayı biraz çaşdırıcıdır. Yəni, ilk başda düşünə bilərsiniz, bərabər deyil. Amma baxın, eynidir. Deməli, bu C6H5 radikaldır da. 6 hidrogen var, biri NO2 ilə əvəzlənibdir deyə su çıxıbdır. Deməli, bu qısa formulu C6H5 NO2'dir. Elə görsəndiyi kimi 5 hidrogen var burada, 5 hidrogen. Burada da hidrogen sayı 5 olacaq. Fikir verin, fərqli rəngdə yazım, görsənsin. Bu nöqtələrdə hidrogen yoxdur. Amma bu nöqtələrdə, bu altı bucağın bu hissələri bilirik ki, radikal yoxdursa CH-dır. 2 hidrogen burada var, 3 hidrogen də burada var. Burada da 5 hidrogen var. Deməli, belə bəlli olur ki, hidrogen sayları da hər iki birləşmədə eynidir. Ona görə eynilik təşkil edir 2, 3. Y variantı. Laborant natrium hidroksidin 500 qram 12% A məhlulu ilə 300 qram 20%. Bunun ən sadəsi elə bu düsturla hesablamaqdır. Omega son bərabər tənasüblə də yazmaq olar, amma elə bununla yazıram bu dəfə. 300 vurulsun 20. Yəni, iki müxtəlif kütləli və müxtəlif faizli məhlullar qarışdırılıb. M1 omega 1 üstəgəl M2 omega 2 bölünsün M1 üstəgəl M2 düsturu ilə hesablayıram. Bu da bərabərdir 12, 15%. 15%li məhlul eləyir. Deməli, iki məhlulu qarışdıranda alacaq 15%. Sonra bizə deyir ki, bu C məhluludur. Yəni, C məhlulu 15%lidir. Birinci A məhlulu 500 qram 12%li idi. B məhlulu 300 qram 20%li idi. Qarışdırıldı, alındı C məhlulu. Yəni, 800 qram 15%li məhlul. Amma deyir ki, alınan C məhlulundan 400 qram götürdük. 400 qram 15%li məhlul. 15%li məhlul götürdük. Üzərinə burada düşməyibdir. Bu 200 olmalıdırsa, biləmirəm. Sən deyəsən 200. 200 qram su əlavə edərək D məhlulu hazırlanır. Deməli, 400 qram 15%li məhlul üzərinə 200 qram su əlavə olunur. Bunu da elə düsturla yazsaq, omega son bərabərdir. Su əlavə olunanda M1 omega 1 bölünsün M1 plus M2 bərabərdir. 400 vurulsun 15 bölünsün 400 ilə 200'ün cəmi. Yəni 600. Bu da edirdi 10%. Ya da elə birbaşa 400'ün 15%'ini tapırıq, eləyir 400'ün 15%'i eləyir 60. Yazarıq 60 bölünsün 600 olsun 100. Ya da tənasüblə yazırıq. Bu da eləyir 10%. Doğru cavab 10. Doymuş bir əsaslı alifatik karbon turşusu. Doymuş bir əsaslı alifatik karbon turşusunun ümumi formulu CnH2NO2. Həm turşunun, həm də doymuş bir əsaslı turşu və doymuş bir atomlu spirtdən əmələ gəlmiş mürəkkəb ekrin də ümumi formulu budur. Siniflər arası izomerdir. Nisbi molekul kütləsi 14-ün üstəgəl 32 olacaq. 12, 2, bu da 32. Cəm olaraq 14-ün üstəgəl 32. Deyir ki, iki fərqli X və Y duzlarının suda tam dissosiasiyasından əmələ gələn iyonların mol sayları verilmişdir. İndi cədvələ baxırıq ki, demək, burada kalium iyonunun sayını verib 2. Demək, anion hər ikisi üçün SO4'dür da. Buradan belə qənaətə gəlirik ki, duz kalium sulfat və alüminium sulfat olub. Sulfat iyonu hər ikisi üçün ortaqdır. Alüminium sulfat. Demək, kalium iyonunun sayı 2'dir. 2 kalium iyonu alınıbsa, 2 kalium müsbət. Deməli, SO4 qrupu bir dənə kalium sulfatdan gələndir. Yəni, bu A'nın biri kalium sulfatın tərkibində, 1 mol kalium sulfatın tərkibindəki sulfat iyonudur.
İndi alüminiuma baxırıq. Alüminium iyonu 4 moldur. 4 mol. 1 mol alüminium sulfatının içərisində 2 alüminium var. 4'ü alınıbsa, demək 2 alüminium sulfat imiş ki, dissosiasiyasından 4 mol alüminium 3 müsbət alınıb və 3 dəfə 2 6 SO4 iyonu. 6 SO4 üstü 2 mənfi. Uzun sözün qısası, bizdən hər iki duzdan alınan sulfat iyonunun mol sayını soruşur. Ona görə doğru cavab olacaq 1 mol kalium sulfatın dissosiasiyasından əmələ gələn 1 mol və alüminium sulfatın dissosiasiyasından əmələ gələn 6 mol sulfatın cəmi. 1 üstə gəl 6, bu da eləyir 7. 7 də burada B variantındadır. Doğru cavab B. Deyir, su ilə emulsiya əmələ gətirən maddəni müəyyən edin. Su ilə emulsiya əmələ gətirirsə, deməli biz burada axtarmalıyıq maye halda olanı. Maye halda olanı, hansı maddə suda həll olmayan mayedir ki, o bizə versin emulsiya. Bu da anilin olacaq təbii ki. Anilin çünki yağlı təhər mayedir. Maye. Bunu təkrarda da dəfələrlə dedik. Yağlı təhər mayedir və suda həll olmur. Üstə gəl sudan ağır mayedir. Su ilə qarışdıranda altda anilin, üstdə su qalır. Etilin glikoz suda həll olan maddədir. Glisin amin turşudur, bərk haldadır, suda yaxşı həll olur. Yəni eyni cinsli qarışıq əmələ gətirir. Metil asetat mürəkkəb efirdir. Suda həll olur. Çünki sirkə aldehidi də həmçinin suda həll olur. Deməli, emulsiya əmələ gətirən maye anilindir. Doğru cavab A. Gəldik bu məsələyə. Demək, 33-cü məsələdə tarazlığa aid sualdır. Cədvəli görürsünüz. Reaksiyanı yazım, şərt oxuyacağım. N2 üstə gəl 3 mol H2 alınır 2 mol amonyak. Deyək, başlanğıc sərf olunan tarazlıq. Demək, burada mən fikir verirəm nəyə? Birinci sərf olunanı düşünürəm ki, A mol azot reaksiyaya girəndə, bunu hər dəfə yazırıq, 3 A mol hidrogen sərf olunur və 2 A mol amonyak alınır. Çünki 1 mol azotdan 2 mol amonyak alınır. Bunları əvvəlcədən müəyyən etdim. Sonra oxuyuram ki, şərtdə deyir ki, azot və hidrogen arasında baş verən reaksiya zamanı hidrogenin 75% sərf olunur. Baxın, mən sərf olunan hidrogeni 3A yazmışam axı. Ona görə kənarda yazıram ki, 3A 75% təşkil edir. Bəs bunun 25% nə qədərdir? 25% axı mənə artıq qalanı verəcək. Əgər 3A 75% edirsə, 25% nə qədərdir? Bunu tapıram A. Deməli, 3A sərf olunanıdır, A artıq qalandır. A-nı gəlib yazıram bura. A-nı yazdım bura. Sonra şərtə baxıram ki, şərtdə hidrogenin başlanğıc mol miqdarı N+5 verib. İndi burada da A ilə 3A-nı toplayanda 4A verəcək axı. Artıq mən sərf olunanı və artıq qalanı bilirəmsə, başlanğıcı müəyyən etdim ki, bu 4A-dır. Və burada N+5 veribdir. Ona görə yazıram 4A bərabərdir N+5-ə. Çünki bizdə başlanğıc mol miqdarı N+5 vermişdi. 4A-nı N+5-ə N üstə gəl 5-ə bərabər elədim və buradan N-i tapaq. N neçədir? N bərabərdir 4A çıxılsın 5. N-i tapdıq ki, N 4A çıxılsın 5-dir. Mən hamısını A-ya gətirmək istəyirəm. Ona görə belə yazdım. Buradan N baxın, N-i burada mən tapdım ki, bu 4A çıx 5-dir. Azotun da başlanğıc həcmin N veribdir. Burada elə N-i yerinə 4A çıx 5 yazıram. İndi bu oldu azotun başlanğıc həcmi. Bu sərf olunanı və tarazlıq halında olacaq 3A çıx 5. Artıq mən hər üçünü müəyyən etdim. Şərtdə də deyir ki, bu zaman qabda 7 mol qaz qarışığı olur. Deməli, buradakı qazları toplayıb 7-yə bərabər eləyib A-nı tapacam. 3A çıxılsın 5, üstə gəl A, üstə gəl 2A. Bərabərdir 7-yə. 3A, A, 2A, bu elədir 6A. Bərabərdir, 5-i də keçirirəm bu tərəfə 12. A da bərabərdir 2. İndi buraya necə gəldiyimizi bir də deyim, birdən kiməsə qaranlıq qalar. Reaksiyanı yazanda birinci A, 3A nisbətini yazdım. 3A reaksiyaya girən hidrogeni ifadə edir deyə
Yazdım ki, şərtdə də verib ki, 75%, götürülən hidrogenin 75% reaksiya daxil olur. Ona görə yazdım 3 ay 75% isə 25% nə qədərdir? Tapdım A. Bu da bizə reaksiyadan artıq qalanı, yəni hidrogenin tarazlıq qatılığını ifadə etdi. Ondan sonra 3 ayla A-nı topladım 4-a, başlanğıc qarışıq olub 4-a. Şərtdə n üstə gəl 5-i 4 aya bərabər elədim. Hidrogenin başlanğıc mol miqdarıdır. Başlanğıc mol miqdarında mən 4A müəyyən etmişəm. Həmin ifadəni bərabərləşdirib n-i tapdım. N də azotun başlanğıc mol miqdarı idi. Gətirdim, burada yerinə yazdım. Azotun başlanğıc mol miqdarı 4A çıxılsın 5 oldu. Azot da bayaqdan sərf olunanın A müəyyən etmişdik. Başlanğıcdan sərf olunanı çıxdım, qaldı 3A çıxılsın 5. Yəni tarazlıq halında qabda bu qədər mol azot qazı olubdur. Ondan sonra şərtə əsasən deyir ki, tarazlıq halında qabda 7 mol qaz olubdur. Ona görə onların hər birini toplayıb 7-yə bərabər edib A-nı tapdım 2-yə. 2. Bizə deyir tarazlıq sabitini hesabla. İndi A-nı gərək hər birində yerinə yazaq. Burada A-nı yerinə 2 yazsam, 3 dəfə 2-nin 6, 6-dan 5 çıxanda 1. Deməli, azotun tarazlıq qatılığı 1 oldu. A elə burada 2-dir. Burada isə 2 vur 2 edər 4. Artıq mən bunların tarazlıq qatılıqlarını müəyyən etdim və tarazlıq qatılığının düsturunda məhsulun əmsalı 2-dir deyə olacaq 4 üstü 2 və azotun əmsalı yoxdur deyə 1 vurulsun. Hidrogenin tarazlıq qatılığı 2-dir, qabın həcmin 1 verib deyə elə mol miqdarı tarazlıq qatılığını ifadə edir. 2 üstü 3. 2 üstü 3 də 8 edər. 16 bölünsün 8, bu da 2. Doğru cavab D variantı. Burada verib elektroliza uğradılan məhlul 360 qram 20% kalium nitrat. Birinci elə mən özüm də məsələ həll edəndə sözü gedəni yazıb sonra onun üzərində düşünürəm. Birinci reaksiyanı yazaq. Bilirik ki, kalium nitrat elektroliza uğrayanda H2O2 və üstə gəl kalium nitrat alınır. Yəni katoda H2, anoda oksigen toplanır. Başqa sözlə desək, ancaq suyun parçalanması gedir, kalium nitrat olduğu kimi qalır. Deyir ki, katodda alınan maddənin kütləsi A-dır. Katod budur, bunu A ilə işarə etdik. Anodda alınan maddənin kütləsi A üstə gəl 140-dır. Anodda alınanda üzərinə yazıram, A üstə gəl 140. Altdan hidrogen 4 qramdır, reaksiya tənliyinə əsasən, oksigen də 32 qramdır. Buradan alınan tənasübü həll edirik. A-ya A üstə gəl 140 düşdü, 4-ə də 32 düşdü. Bu ifadəni çarpaz vururuq. Mən vurub yazmışım. Haradaydı o? Baxın, tez olsun. Burada A-nı tapmışam. X bərabərdir. X yazmayayım da. A bərabərdir. A bərabərdir 20. Yəni 20 qram hidrogen alındığını, A 20 qram hidrogenin kütləsini ifadə edir. Deməli, reaksiyadan 20 qram hidrogen alınır. 20 qram hidrogen bərabərdir mola çevirirəm. 10 mol hidrogen deməkdir. 10 mol H2. O tənasübdən 28 A bərabərdir 140 xalim var. Yox, bildim. Burada bölürük də, bəli, belə alınır. Deməli, 10 mol hidrogen alındı. 10 mol hidrogen, axı 2 mol su 2 mol hidrogen verir. 10 mol hidrogende bu deməkdir ki, 10 mol sudan alınıb, düzdürmü? 2 mol hidrogen 2 mol su verir, sudan alınır. Deməli, A-nı da 10 tapmışıq, 10 mol hidrogen də 10 mol sudan alınır. 10 mol su neçə qramdır? 18 vurun 180 qramdır. Bu o deməkdir ki, məhlulda olan suyun 180 qramı parçalanıb gedib. Çünki bizdən şərtdə istəyir ki, alınan maddənin kütləsini verib, nə istəyir bizdən? Çox çevirmişəm, görsənmir. Burada sualda nə istəyirdi? İkinci məhlul, sonda alınan məhlulun faizə qatılır. Əvvəlin, doğru olanı müəyyən edin deyir. Bildim, doğru olanı. Deməli, biz müəyyən etdik ki, yazını da sildim. Deməli, 10 mol hidrogen alınıb, 10 mol hidrogen 10 mol suyun parçalanmasından alınıb, 10 mol suda 180 qram su deməkdir. Bunu bildik. İndi 360-ın 20%-ni tapaq görək məhlulda nə qədər duz var imiş. 360 100%-dir, 20%-i nə qədərdir? X bərabərdir, 20%-i 72 qram. 72 qram kalium nitrat var. Və nə qədər su idi? 360-dan 72-ni
360-ın 180-in çıxım. Çünki 360 məhlul idi. 180 qram su parçalanıb, elektrolizə uğrayıb və məhluldan çıxıbdı. Ona görə məhlulda qalacaq elə 180 qram. Məhlulun ümumi kütləsi 180 olacaq. İndi yenidən omeqanı hesablayaq. Omega bərabərdir 72 duz olduğu qədər qalır. Məhlulun ümumi kütləsi də 180 qalır. 72 vur 180, vurulsun 100, bölünsün 180. Bərabərdir 40%. 40% edir. Demək ki, indi fikir verin. İlkin məhlulun qatılığı 20% idi. İndi hesabladıq ki, 40% oldu. Yəni biz burada ancaq neynədik? Məhlulda parçalanan suyu müəyyən etdik. 10 mol su parçalanıb. 10 mol suyun kütləsi 180 qram və ümumi kütlədən 180-i çıxdıq. Çünki o elektrolizə uğrayıb H2 və O2 şəklində məhlul tərk edibdir. Məhlulun kütləsi qalıb son olaraq 180 qram. Duz da olduğu kimi qaldığına görə yenidən orada qatılığı hesablayırıq. Həll olan duzun kütləsini məhlulun ümumi kütləsinə bölüb 100-ə vurub tapırıq 40%. Deməli, ilkin məhlul 20% idi, sonda olub 40%. Yəni, nə baş verib? Məhlulun qatılığı 2 dəfə artıb. 20 imiş, 40 olub. Ona görə doğru cavab A variantı olacaq. Burada H2 və O2 molekulları üçün doğru və yanlış ifadəni istəyir. Mən birinci ilə quruluşların hərəsini öz altından yazım. Onların üzərində danışaq. Molekulunda 1 sigma rabitə var. Baxırıq ki, hidrogende də 1 sigma var. Oksigende də 1 sigma var. Deməli, A variantı hər ikisi üçün ortaqda ortaya yazıram. Molekulunda 1 pi var. Pi ancaq oksigende var. B bura getdi. Havanın tərkibində var. Havanın tərkibində oksigen var. Azot yoxdur. C də bura gedir. Azot yoxdur, hidrogen yoxdur demək istəyirəm. Hidrogen yoxdur. Sonra havadan yüngüldür. Bu da azota aid, hidrogenə aid ifadədir. Havadan yüngüldür. Deməli, bu D bura getdi. Suda pisəlli olur. Bu isə ortaq ifadədir. Hidrogen də, oksigen də hər ikisi suda pisəlli olan qazlardır. Y də bura getdi. Doğru cavab D, A, Y, B, C. D, A, Y, B, C, A variantındadır. Sualın cavabı yoxdur variantlarda. Bircə bu sualda problem var. Qalan heç bir sualda problem yoxdur. Burada da problem nədir? Burada kopyalayıb yapışdırmadır. Kopyalayıb buraya yapışdıranda görürsünüz D və Y variantları düşməyibdir. Doğru cavab da D-də verilib. Mən orada cavabdan bildim ki, D variantında verilibmiş. Nə məsələdir burada? Deməli, belə testlərdə iki cür həll edə bilərsiniz. Ya sözü gedən reaksiyanı yazırıq. Çünki maddələrin qatılıqları verilib, sürət soruşulur. Demək, kinetik tənliyə əsasən V bərabərdir K. Reaksiyanı yazmadım əvvəlcə. CO üstəgəl O2 alınır, CO2. Reaksiyanı əmsallaşdırıram. Burada CO üstü 2 vurulsun O2. Deməli, ya burada hər ikisinin qatılığını yazırsınız. 0,1-in kvadratı, məsələn, burası 0,1-in kvadratı vurulsun. Oksigenin qatılığı da 0,3-dür. Vurub tapırıq bu neçədir. Sonra ikinci reaksiya üzrə eyni qaydada sürəti hesablayırıq. Sonra V1 ilə V2-ni müqayisə edirik. Amma ən rahatı nədir? Ən rahatı budur ki, mən baxıram ki, oksigenin qatılığı birinci təcrübədə də, ikinci təcrübədə də dəyişməyib. Ona görə bunu dəyişməyibsə nəzərə almıram. Yəni, oksigenə görə sürətdə fərq olmayacaq. Amma CO-nun qatılığı 0,1 imiş, sonra olub 0,2. Bu deməkdir ki, birinci təcrübə ilə müqayisədə qatılıq ikincidə 2 dəfə artmış olub. CO-da da axı reaksiyanın əmsalı 2-dir. Qatılıq 2 dəfə artıbsa, deməli 2-nin kvadratı qədər fərq olacaq. Birinci reaksiya ilə ikinci reaksiyada 2-nin kvadratı, yəni 4 fərq edəcək. Bu deməkdir ki, 4V1 bərabərdir V2-yə. Çünki V2 V1-dən 4 dəfə çoxdur. Bərabərlik yaransın deyə V1-i 4-ə vururam ki, 4V1 V2-yə bərabər olsun. O cavabda gördüyünüz kimi bu hissələrdə verilməyib, D variantındaymış. Doğru cavab burada D olacaq. Belə məsələlərdə həmişə müqayisə aparın. 0,1-dən 0,2-yə keçibsə qatılıq 2 dəfə artıb. 2 dəfə artıbsa CO üstü 2, yəni 2 üstü 2, 4 dəfə fərq edəcək birinci reaksiya ilə ikinci reaksiya. Ağ fosfor üçün doğru olanları müəyyən edin. Ağ fosfor P4 yazılır. P4. Baxın, P4-də 6 dənə qeyri-polyar kovalent rabitə var. 6 dənə qeyri-polyar. Çünki 3-ü baxın, bucağın xarici, 3-ü də daxilindəki 6 qeyri-polyar kovalent rabitə var. Fosfor burada 5 valentlidir. Xeyr.
Fosfor P4-də 3 valentlidir. Görürsünüz, hər fosfordan 3 xətt çıxır. Bir xətt bir valentli göstərir. Hər fosfor 3 valentlidir. Bəsit halda ümumiyyətlə elementlər minimum valentlikdə olur. Ən aşağı valentlikdə olur. Sonra hidrogenlə adi şəraitdə reaksiya daxil olur. Fosfor plus H2 reaksiyası nəinki adi şəraitdə, heç qızdırdıqda belə getmir. Bu ifadə də yanlışdır. Molekulunda yalnız qeyri-polyar kovalent rabitə var. Doğrudur. 6 rabitə var, 6-sı da qeyri-polyardır. Qaranlıqda işıq saçır. Bəli, ağ fosfor qaranlıqda işıq saçır. Doğru cavab 3-4 Y variantı. Burada deyir, su ilə reaksiyaya daxil olan maddələr kalsium fosfit. Kalsium fosfit su ilə reaksiyaya girəndə verir kalsium hidroksid üstə gəl pH3. Fosfin qazının alınmasıdır. Yadınızda deyirdik, bu sıçan dərmanı kimi istifadə olunur. Zoosit kimi ziyan verici, zərər verici gəmiriciləri öldürmək üçün. Sıçan yeyir, dadı pis deyil. Amma yeyəndən sonra mədəsində proses gedir. Su ilə, mədəsindəki su ilə, mədəsindəki xlorid turşusu ilə reaksiyaya girərək pH3 fosfin qazını əmələ gətirir. Kalsium karbid su ilə reaksiyaya girəndə bu deyirik kalsium hidroksid və C2H2 asetilin qazı. Kalsium nitrit su ilə reaksiyaya girəndə isə yenə kalsium hidroksid və NH3 alınır. Elə dəyişmə reaksiyası kimi düşünün. Kalsium OH, NH3. Doğru cavab pH3, asetilin, NH3 elə A variantı. Molekulunda üçlü karbon atomu olan üçlü gliserin 3 atomlu spirtdir. Propanol bir xətti quruluşludur. Burada üçlü karbon yoxdur. Propanol 2 də təbii ki, bu da xətti quruluşludur. Bu ikili spirtdir. Üçlü karbon yoxdur. Bu üçlü karbon sayılmır. Ortadakı ikilidir. Propandiol 1-2 də 2 atomlu spirtdir. Burada da üçlü karbon yoxdur. 2 metil propanol 2-də isə üçlü karbon var. 2 metil propanol 2-nin formuludur. Burada bu karbon üçlüdür. Çünki 3 karbonla bağlıdır. Doğru cavab B variantı. Kükürt və fosfor üçün ümumi olan nədir? Kükürt və fosfor. Aqreqat halları hər ikisi adi şəraitdə bərk haldadır, ümumidir. Kalsium ilə reaksiya daxil olması. Bu reaksiyaya girib kalsium sulfid, fosfor da kalsiumla reaksiyaya girib kalsium fosfid əmələ gətirir. Doğrudur. Allotropik şəkil dəyişmə əmələ gətirmələri. Kükürdün də allotropik şəkil dəyişməsi var. Kristalli kükürt, plastik kükürt. Fosforda ağ fosfor, qırmızı fosfor, qara fosfor. Deməli, hər üç ifadə hər ikisi üçün ümumidir. Doğru cavab 1, 2, 3. Sonra burada deyir ki, qələvi metalları müəyyən edin. Suda həll olmasına görə müəyyən edəcək. X KSO4 suda həll olur. Natrium KSO4 ola bilər. Kalium KSO4 ola bilər. Yəni, bu qələvi metal ola bilər. Y NO3 2 dəfə yazılıbdır. Y NO3 2 dəfə yazılıbsa, bu qələvi torpaq metal ola bilər. Amma qələvi metal ola bilməz. Çünki bu qələvi metallar hamısı bir valentlidir. Z KSO4. Z bir valentlidir. Bir valentli olduğunu düşünüb deyə bilərik ki, ola bilər qələvi metal olsun. Amma baxırıq ki, burada yazıb ki, suda həll olmur. Həll olmursa, qələvi metalların sulfatları suda həll olur. Ona görə bu da qələvi metal deyilmiş. A2CO3. Bu da burada bir valentlidir. Bir valentli olmağına bir valentlidir. Amma yenə yazıb suda həll olur. Bilirik ki, qələvi metalların karbonatları da suda yaxşı həll olur. Deməli, bu da qələvi metal ola bilməz. B2S deyək ki, natrium 2S, kalium 2S, litium 2S, sulfid ola bilər və suda həll olması da yaxşıdır. Ona görə bu da qələvi metal ola bilər. 1 və sonuncu neçədir? Hərflərlə veribdir. X və B qələvi metal ola bilər. 42-dən fotosintez reaksiyası verilib. Karbon qazı su ilə reaksiyaya girir. Verir glukoza, C6, H12O6. Glukoza qıcqıranda təkcə karbon qazı alınıbsa, deməli bu etil spirt imiş. Sonra glukoza, gümüş güzgü reaksiyası verəndə bayaq yazdıq. Glukon turşusu alınır. Glukon turşusu 2, 4, 5, 6, 2, 4, 6. Axırıncını COH yazıram. Buralar da CHOH-dır hər biri. Glukon turşusu. Glukoza C6, H12O6'dır. Glukon turşusu C6, H12O7. Deyir, hansı maddə həm Y, həm də Z ilə reaksiya daxil olur. Y etil spirt oldu, Z-də glukon turşusu oldu. Mis-2 hidroksid. Mis-2 hidroksid çox atomlu spirtlərlə reaksiya daxil olur. Bir atomlu spirtlərlə reaksiya daxil olmur. Bunu çıxdı.
Mis deməli CH5OH mis-2 oksidlə reaksiyaya girir. Mislə reaksiyaya girmir. Həmçinin pasiv metallar üzvü turşuların heç biri ilə reaksiyaya girmir. Nəinki qlukon turşusu, heç qarışqa turşusu ilə belə reaksiyaya daxil olmur. Mis-2 oksid etil spirti bilirik ki, birli spirtdir. Birli spirtlər oksidləşəndə mis-2 oksidin iştirakı ilə oksidləşir və sirkə aldehidi alınır. Üstəgəl mis, üstəgəl su. Yəni bu reaksiya gedir. Mis-2 oksid həmçinin də əsasi oksiddir. Mis pasiv metal olsa da mis-2 oksidə əsasi oksid kimi yanaşırıq. Əsasi oksidlər hətta zəif turşularla belə reaksiyaya daxil olur. Həmçinin də qlukon turşusu ilə reaksiyaya daxil ola biləcək. Natrium da hər ikisi ilə olur. CH5O natrium. Burada da qlukon turşusu ilə COO natrium olacaq sonu. Ona görə doğru cavab 3 və 4. A variantı. Dəmirin isti qatı sulfat turşusu ilə reaksiyası. Dəmir üstəgəl sulfat turşusu. İsti qatı deyirsə, dəmirin 3 valentisini yazmalıyıq. Bilirik ki, dəmirdə SO2 alınır, üstəgəl su. Oksidləşmə reduksiya reaksiyası ilə elektron balansı üsulu ilə əmsallaşdırırıq. Dəmir 0-dan 3-ə gəlib, dəmir 0 imiş, olub dəmir müsbət 3. 2 indeks var deyə bura 2 yazıram. 6 elektron vermiş olur ümumilikdə. Kükürt də müsbət 6-dan kükürt müsbət 4-ə gəlib 2 elektron alır. 6, 2, ixtisar aparıb yerini dəyişirəm. 1, 3 kükürdə 3 düşür. Hansı kükürdə? Oksidləşmə dərəcəsi fərqli olana yazıram birinci. Çünki 2 yerdə müsbət 6-dır. Burada müsbət 4-dür. Fərqli olan budur. Birinci ora yazdım. Dəmirə 1 düşür. 1-i hara yazmalıyam? Birinci indeksi olana yazmalıyıq. 2 oldu. Bu tərəf 2 olacaq. 3 sulfat, 3 kükürt burada, 3 kükürt burada, 6 kükürt olduğuna görə bura 6 yazıram. 12 hidrogen oldu. Suya da 6 düşəcək. Reaksiyanı əmsallaşdırdıq. İndi deyir ki, alınan oksidlərin mol nisbətini. Oksid burada sud oksiddir də, yəqin bilirsiniz. Suda hidrogenin oksididir. Deməli, 3 mol SO2 alındı, 6 mol da su. Yəni, 3-ün 6-ya nisbəti, bu da bərabərdir 1-in 2-yə nisbəti. Doğru cavab 1-in 2-yə nisbəti oldu. Belə, oksid deyəndə suyu da nəzərə almalıyıq və reaksiyadakı əmsallara əsasən nisbəti hesablayırıq. Burada deyir, amol mis-2 nitrat və gümüş bir nitratın parçalanmasından söhbət gedir. Parçalanma tənliklərini yazıram. Mis-2 nitrat parçalandı, mis-2 oksid, NO2O2. Əmsallaşdırırıq ki, bura 4 düşəcək, 8, 2, 10, 12 düzdür. Argentium nitratın parçalanmasını yazıram. Argentium, üstəgəl NO2, üstəgəl O2, 4, 2 yazanda düzəlir, görüm. 2, 2, 4, 6, 6. Reaksiyamız bərabər. Reaksiyalar yazdım, əmsallaşdırdım. Bizə deyir ki, NO2 və O2 uyğun olaraq 8-in 3-ə mol nisbətindədir. İndi bura fikir veririk. Bu 4-ün 1-ə nisbətidir. 4 mol NO2, 1 mol oksigen. Bu isə 2-nin 1-ə nisbətidir. Şərtdə isə 8-in 3-ə nisbəti verib. Mən fikirləşirəm ki, əgər birincini artırsam, 4-ü 2 dəfə artırsam, olacaq 8. Onda bu düz gəlməyəcək. Deməli, mən ikincini 2 dəfə artırıram. İkincini 2 dəfə artıranda olacaq 4-ün 2-yə nisbəti. Və burada bu 4 ilə bu 4-ü toplayanda 8 verir. 1 mol birinci reaksiyadan alınan oksigen, 2 mol ikinci reaksiyadan alınan edir 3. Yəni, ikinci reaksiyanı 2 dəfə artıq götürürəm ki, bu nisbəti alın. Uzun sözün qısası, deməli, A mol mis-2 nitrat deyirdi. A-nı elə burada 2 mol götürdük. Çünki 2 moldan 4 mol alındı. 2. Sonra da deyirdi B mol gümüş nitrat. 2 mol argentium nitrat 2 mol verdi. Amma biz 2 dəfə artırdıq deyə bunu da 4 yazıram. 2-nin 4-ə nisbəti. Bu da bərabərdir 1-in 2-yə nisbəti. Deməli, 1-in 2-yə nisbətində götürüləndə alınan qarışıqdakı NO2 və oksigenin molları cəmi 8-in 3-ə nisbəti kimi olacaq. Kompleks gübrəni göstərin, elə doğru cavab A-dır. Niyə? Çünki tərkibində MPK, bilirik ki, onlar bitki üçün ən çox lazımdır. 3 qida elementindən ikisi varsa kompleks gübrədir. Biri varsa sadə gübrədir. Yəni, burada hər ikisi var deyə kompleks gübrədir. Sadə superfosfat, kalsium dihidroortofosfat
Vurulsun kalsium iso-4-dür. Burada ancaq bitkiyə lazım olan fosfor var, bir dənədir. Amonium nitratın tərkibində ancaq bir qida elementi var, azot var. Karbamid CONH2 2 dəfədir, bu da azotlu gübrədir. Yalnız azot var. Natrium nitrat da azotlu gübrədir, tərkibində yalnız bir qida elementi var. Yəni, amma kalium nitratda 2 qida elementi var. Ona görə doğru cavab A variantıdır. 46-da deyir, cis transizomerləri olan alken molekulunda rabitələrin yaranmasında 30 elektron iştirak edir. 30 elektron bərabərdir 15 rabitəyə. Çünki bir cüt elektron bir rabitə yaradır. 30 elektron 15 rabitə yaradır. Alkenin formulu CnH2. İndekslərin cəmi elə rabitələrin cəmidir. Deməli, 3-ən çıx bir sigma rabitə var. Bir dənə də pi rabitə var deyə, elə 3-ən qədər rabitə var. 3-əni 15-ə bərabər eləyirəm, eni tapıram 5. Deməli, bu penten imiş. Amma deyir, cis transizomeri olan. Əgər cis transizomeri varsa, onda 2 qat rabitə burada yerləşir. Yəni, birincidə yerləşəndə onun cis transizomeri olmur. Sonra deyir ki, bu alken molekulunda etil radikalını vinil radikalı ilə əvəz edin. Baxın, bura etil radikaldır, düzdürmü? İndi deyir, bunu vinillə əvəz edin. Etili vinil edirəm. Baxın, yerinə vinil yazdım. 2 qat yazdım. Və deyir, alınan bu maddəni beynəlxalq üsulundan adlandır. 2 qat rabitənin yaxın olduğu tərəfdən nömrələyirik və baxırıq ki, birinci karbonla 3-cü karbonda 2 qat rabitə var. Deməli, adı olur pentadiyen 1-3. A variantı. Burada mil kürəcik modeli verilibdir. Son vaxtlar bu modellərlə testlər çox verilir. Bura baxırıq ki, formul birinci özümüz üçün çıxardırıq. Fikir verin, bu C-dir. 3 dənə də hidrogen. CH3. Yəni, bu CH3-dür. İndi buna fikir verin. CH2. Yenə də xəttidir, fikir verirsiniz. Gəlir bura CH2 və sonuncu CH3. Burada CH3. Və bu çevrilib bu birləşməyə. Fikir verin. Yenə buradan CH3. Bura fikir verin, CH-dır. Bircə dənə H birləşib bura. CH. Yəni, burada artıq şaxələnmə var. Buna da 2 dənə CH3 birləşib. Bu bir CH3-dür, bu da bir CH3. Yəni, uzun sözün qısası yenə də bu alüminium xlorid izomerləşmə reaksiyasıdır. İzomeri alınıbdır. Görək bizdən nə istəyir? Polyar rabitələrin sayı azalır. İzomerlərdə ümumiyyətlə polyar rabitə sayı dəyişmir. 3, 6, 4 dənə də burada 10 dənədir. 10 hidrogen varsa, təbii ki, 10 dənə də polyar kovalent rabitə olacaq. Azalır deyirsə, bu səhvdir. Birli karbon atomlarının sayı artır. Bu təbii ki, artır. Burada 2 dənə birli var idi. Burada 3 dənə birli var. Kənarlar həmişə birli olur. Bu doğrudur. Adi şəraitdə baş verir. Görürsünüz, oxun üzərinə alüminium xlorid yazdım. Bu adi şəraitdə getməz. Xüsusi katalizatorların iştirakı ilə baş verir. Ona görə bu da səhvdir. Doğru cavab yalnız 2. C variantı. Natrium sulfidin hidrolizi üçün hansı ifadələr doğrudur? Natrium 2S üstəgəl su. Hidrolizin birinci mərhələsində alınır natrium OH üstəgəl natrium HS. İkinci mərhələdə də bunun hidrolizi gedəcək. Əsasi duz əmələ gəlir. Əsasi duz əmələ gələ bilməz. Birinci natrium 1 valentlidir. Həm də gördüyünüz kimi tuş duzu alınır. Deməli, birinci ifadə yanlışdır. İkinci, əsasi mühit əmələ gəlir. Əsasi mühit əmələ gələr. Çünki qələvi alınır. Qələvi alınırsa məhlulda OH sayı H-dan böyükdür. Buna görə əsasi mühit əmələ gəlir doğrudur. Həmçinin də qüvvətli əsas zəif turşudan əmələ gələn duzlar əsasi mühit yaradır. Katyona görə hidroliz yanlış ifadədir. Çünki məhlulda dediyimiz kimi OH mənfi H müsbətdən çoxdur. Məhlulda anion daha çoxdur. Anionlar üstünlük təşkil edir. Ona görə doğru cavab anion çoxdur deyə aniona görə hidroliz olmalıdır. Bu ifadə səhvdir. Su əlavə etdikdə sürətlənir. Bəli, hidroliz, dissosiasiya bunlar su əlavə etdikdə sürətlənir. Çünki suyun iştirakı ilə gedən prosesdir. Su nə qədər çox olarsa, duzların dissosiasiya sürəti artır. Təbii ki, hidroliz də sürətlənir. Xlorid turşusu əlavə etdikdə sürətlənir. Biz demişik ki, qələvi mühit yaradan duzların hidrolizini sürətləndirmək üçün turşu əlavə etmək lazımdır. Turş mühit yaradanı sürətləndirmək üçün əsas əlavə etmək lazımdır. Çünki elə tarazlıq kimi düşünək, məhlulda burada qələvə yaranır. Məhlula da xlorid turşusu tökülürsə, bu qələvini neytrallaşdırır və ona görə sağ tərəfdə qatılıq azalır deyə tarazlıq sağa yönəlir. Yəni, sürəti artır.
Bu da doğru cavabdır. Doğru cavab oldu 2, 4, 5. 2, 4, 5 A variantı. Burada nə edirik? Yağın birinci ümumi formulunu xatırlayırıq. CH2, O, CO karboksil qrupunun qalığı, turşunun karboksilin qalığı və radikalı bilmirik nədir? Elə üçü də eyni radikaldır deyə R1-lə işarə etdim. Deyir ki, yağın kütləsi 890 qramdır. Hidrolizindən eyni bir əsaslı doymuş karbon turşusu alınırsa, yağ molekulunda hidrogen atomlarının sayını tapın. Deməli, mən burada birinci, bax, bu hissənin kütləsini hesabladım. Bu hissənin kütləsini. Yəni, CH2, məsələn, burada 3 karbon var, 3 hissədə. 3 karbon elədi 36. Üstə gəl 2, 1, 2, 5 hidrogen var. Üstə gəl 3 oksigen elədi 48 qram. Və CO da 28-dir. 28-i də 3-ə vurdum. 28-i də 3-ə vurdum. Eləyir 84. Düzdürmü? 84. Və bunu topladım. Topladım, elədi 173. 173. Yəni bu hissə 173 qramdır. Və cəmi 890 da verib yağın nisbi molekul kütləsi 890. 890-dan çıxdım 173-ü. Yəni bu hissəni. Yerdə qalan hissə olacaq radikal. Bu elədi 717 qram. 717-ni də 3-ə bölürəm. Çünki 3 radikalın cəmi, yəni 3 R bərabərdir 717-yə. R də bərabərdir 239-a. R'i tapdım 239. İndi radikal nədir? Alkandan bir hidrogen çıxanda alınan hissəcik. Yəni CNH2-nin üstə gəl bir radikaldır. Bunu da 239-a bərabər elədim. 14-ün üstə gəl 1 bərabərdir 239. Biri də keçirdim bu tərəfə. 238-i də 14-ə böləndə n elədi 17. Deməli, bu stearin turşusundan əmələ gəlmiş yağdır. Stearin oktadekan turşusudur. Bizdən indi nə istəyir? Yağ molekulundakı hidrogen atomlarının sayı. Yəni, mən burada elə yerim qalmayıb deyə bu R-ləri silib yerinə yazacağım. C17 H35 C17 H35 C17 H35 Elə burada deməli atom sayını tapanda 35-i hidrogen atomlarını deyir, hidrogen atomlarını. 5 hidrogen gliserin olan hissə də var 5. 35 hidrogen də buradadır. 35-i də 3-ə vururuq. 35 vur 3. 35 vur 3 105 edir, eləmi? 105. 105-in də üstünə 5 gələndə 110. Deməli, cəmi 110 hidrogen var. Baxın, bu qaydada yazmışam. Çox fərqli üsullarla yazmaq olar. Qarışıq etan, etilin, C2H4 və asetilinlə C2H2-dən ibarət. Üçündən ibarətdir. Deyək ki, bu A moldu, bu B moldu, bu C moldu. Deyir ki, artıq miqdarda hidrogenlə təsir etdikdə qarışığın 6 molu reaksiyaya daxil olur. Deməli, etan hidrogen birləşdirməz, etilinlə asetilin hidrogen birləşdirir. Deməli, B plus C cəmi 6-dır. Bunu müəyyən etdiyi 6-dır. Sonra deyir ki, mis 1 xloridin amoniakda məhlulu ilə təsir etdikdə qarışığın 2 molu reaksiyaya girir. Mis 1 xlorid, argen kimi 2O, natriumla reaksiyaya girən asetilindir. Deməli, 2 molu reaksiya daxil olubsa, belə çıxır ki, C2-dir. C-nin altdan 2 yazdım. Onda B-ni buradan tapırıq ki, əgər C2-dirsə, yəni asetilin 2 mol olubsa, onda B-də 4 mol olub. B də etilinin moludur. Etilinin molu müəyyən etdik. Omega etilin bərabərdir etilinin molu. Qarışıqda ümumən 10 mol olubdur. Ona bölürəm, 100-ə vururam. Niyə? Çünki şərtdə bizə deyir, etilinin həcm payını tapın. Bu da eləyir 40%.